Zadə bizləndir. Məhəmməd müəllim, xoş Sabahınız gəldiniz. xeyir, xoş gördük. Sabahınız xeyir. Təşəkkür edirik dəvətimizi qəbul Çox sağ etdiyiniz olun. üçün. Nə oldu bu? 2 gün davam elədi Ankara görüşündə. İstiqamətlər nə oldu? İlk günü açıqlanan bu NATO 3.0 hədəfinə dərəcədə yaxınlaşa bildilər sizcə, ən azından nəzəri olaraq? Təbii ki, NATO-nun Türkiyədə keçirilən zirvə görüşü indiyə kimi müəyyən qədər problem yaşamış Qərb koalisiyasının artıq bir araya gəlməsi deməkdir və bu həqiqətən də çox möhtəşəm zirvə görüşü kimi qiymətləndirmək olar. Çünki Amerika Birləşmiş Ştatlarının prezidenti də bu zirvə görüşündə iştirak etdi. Rusiya təbii ki, çox çalışırdı ki, NATO arasında fikir ayrılıqları yaratsın, NATO parçalansın. Hətta Amerika prezidenti Donald Trump da dəfələrlə NATO ölkələrinə də müəyyən xəbərdarlıq olunurdu. NATO ölkələri öz müdafiə xərclərinin 2%-in 5%-ə qaldırılmasını tələb edirdi. Yəni, mürəkkəb bir problem var idi və son 6 ay ərzində bir çox problemlər həll olundu. Məhz NATO-nun baş katibi Ruttenin bu istiqamətdə səylər apardığı ardıcıl görüşlər, siyasət artıq NATO-nun çevik surətdə dünyanın siyasi nizamında aktiv yer tutmasına gətirib çıxarır. Məhz Ankara görüşündə də qəbul edilən bu bəyannamə artıq Qərb koalisiyasının vahid güc olduğunu, Türkiyənin də bu koalisiyada yer aldığı, hətta Türkiyə bu zirvə görüşündə yaxın şərq üzrə yer verildiyində, hətta Avropanın təhlükəsizlik istiqamətində də Türkiyəyə yer verildiyində şahidi olduq. Təbii ki, Türkiyənin məhz Türkiyədə keçirilən bu zirvə görüşü hesab edirəm ki, indiyə kimi keçirilən zirvə görüşlərinin ən möhtəşəmi idi. Həqiqətən də bu günləri dünya siyasi nizamında ciddi problemlər var. Rus-Ukrayna müharibəsi, yaxın şərqdə baş verən proseslər, İran məsələ, İran böhranı. Mən düşünürəm ki, artıq NATO son 2 il ərzində müəyyən zəiflik nöqtəsinə, artıq inkişaf nöqtəsinə gəlib çıxartdı. Biz bunu Rus-Ukrayna müharibəsi fonunda NATO-nun aldığı qərarlar, hətta burada 140 milyard dollar vəsaitin ayrılması, bir il ərzində 70 milyard dollar Ukraynaya ayrılması, Rusiyaya qarşı təzyiqlər artırılması, ABŞ-ın da bu təzyiqlərə dəstək verməsi. Yəni göründüyü kimi sırf NATO bu müstəvidə öz hegemon siyasətini daha da inkişaf etdirdi və qəbul edilən bəyannamədə də artıq NATO bir çox münaqişələrin həllində və əgər NATO ölkələrinə bir problem yaranarsa, məhz NATO-nun da çevik surətdə müdaxilə etməsinə gətirib çıxaracaq qərarlar da qəbul olundu. Elə İranla bağlı məsələyə fikir verdikdə, məhz Ruttenin, NATO-nun baş katibi Ruttenin açıqlamalarından da aydın olur ki, əgər İran böhranı və müharibəni davam etdirirsə, gələcək müstəvidə NATO-da bu müharibədə iştirak edə bilər. Niyə? Bilirsiniz, maraqlı sualdır həqiqətən. Amerika Birləşmiş Ştatları İrana müdaxilə edəndə çox çalışdı ki, NATO da bu müharibəyə qoşulsun. Amma NATO ölkələri, üzr istəyirəm, NATO ölkələri qoşulmadı. Çünki bunu İsrailin təhriki ilə olunduğunu, Binyamin Netanyahunun şəxsi müharibəsi olduğunu vurğuladılar. Amma İranın Hörmüz boğazını bağlaması, dünyanın iqtisadiyyatına vurduğu zərbə və bu təbii ki, qərb ölkələrini də narahat edən əsas faktor, onların iqtisadiyyatına da böyük zərbə endirildi. Məhz Hörmüz boğazının bağlı qalması, nefti, qaz qiymətlərinin qalxması. Ona görə də bu NATO ölkələrinin də iqtisadi maraqlarının təhlükəsizliyini təhdid edirdi. Ona görə də artıq NATO ölkələri bu müstəvidə İranın artıq ötən günlərdə Hörmüz boğazında ticarət gəmilərini atəşə tutması artıq NATO-nun da bu münaqişədə seyirci qalmayacağını da mesajını verdi. Çünki həqiqətən də vurulan gəmilər hansı gəmilərdir? Qərbin gəmiləridir, NATO-nun iqtisadi siyasətinə daxil olan gəmilərdir. Ona görə də yenidən müharibə daha dağıdıcı müstəviyə keçəcəksə, hesab edirəm ki, NATO-da İranın tamamilə məğlub edilməsində iştirak edə bilər.
Əslində ABŞ-nin fikri İranı tam da zəiflətmək deyil axı, məsələ odur. Təbii ki, Amerikanın ilk gündən siyasəti Bu gün əslində biz biraz informasiyanın idarə edilməsinə baxanda ki, necə idarə edirlər, sanki planlı şəkildə də İranı biraz daha güclü göstərməyə çalışırlar əslində. Yoxsa yox? Yox, düşünmürəm elədir. Sadəcə olaraq İran mətbuatı özünü güclü hesab kimi, güclü ölkə kimi təqdim edir. İranın müxtəlif sosial şəbəkələr segmentlərində, mətbuatında bu məsələlərə yer verilir. Amma burada qalib Amerikadır. Sadəcə olaraq Amerika rejimi dəyişmədi. İrana da müəyyən imkanlar yaratdı ki, gəlsin, otursun, razılığa gələk. Amma göründüyü kimi İran daxilində onsuz da İran bugün regionun idarə edilməsi üçün bir alətdir və kifayət qədər də yaxşı alətdir. Bilirsiniz, uzun müddət belə olub. Bugün deyir, su əhəmiyyəti tamamilə itirildi. Qoy deyim, o konspiroloji fikirlərdir. Bəli, Amerika Birləşmiş Ştatları İran xofundan ərəb ölkələrinə qarşı istifadə edib, ərəb ölkələrinə silahlar satıb. Amma İranın da apardığı siyasət Amerikanın region siyasəti təhdid edib axı. Və məsələ bundan ibarətdir. Proksi qüvvələr Amerikanın iqtisadi və siyasi hərbi maraqlarına zərbələr endirib İran. Ona görə də İranın ram edilməsi lazım idi. Və həqiqətən də Amerika Birləşmiş Ştatları döyüşdə də, diplomatiyada, danışıqlar masasında da üstünlüyü əl aldı. Memorandum imzalandı. Məhz İran prezidenti ilə Amerika prezidenti arasında atəşkəs memorandumunun imzalanması 60 gün ərzində irəli gələn bəndləri hər iki tərəf yerinə yetirməlidir. Amma göründüyü kimi İranda bu memoranduma qarşı çıxan qüvvələr var. Hətta prezidenti linç edəcək qüvvələri də gördük Tehran küçələrində. Onlar hamısı öyrədilmiş qüvvələr idi. Sepahın bəsis qüvvələri idi. Sepahın daxilində müəyyən güclü qüvvələr var ki, onlar bu memorandumun yekun müqavilənin bağlanmasında maraqlı deyirlər. Onlar idarə olunan böhran fonunda hakimiyyətdə qalmağa çalışırlar. Və həmçinin bilirsiniz, bu memorandumundan sonra İranda hakimiyyət iyerarxiyasında islahatçıların mövqeyi güclənmişdi. Prezident və administrasiyası. Bu da təbii ki, mühafizəkarları, Sepahın sərt xərt tərəfdarlarının narahat edən əsas məqamı idi. Onlar çox çalışdılar ki, bu memorandumu fiyaskoya uğratdılar və demək olar ki, məqsədlərinə də çatdılar. Bu İran daxilindən baş verən prosesdir. Mən düşünürəm ki, bəli, bu İran daxilindədir. İran daxilində bu məsələ ilə bağlı vahid fikir konsolidasiya olsaydı, bu memorandum üzrə hər iki tərəfə ötərişləri yerinə yetirəcəkdi. 60 gündən sonra da yekun bir müqavilə bağlana bilərdi. Məsələn, Amerika Birləşmiş Ştatları İranın sabiq ali dini rəhbəri mərhum Xamneynin bilirsiniz ki, dəfn mərasiminə görə Amerika tam atəşkəsə riayət edirdi. Onlara vaxt vermişdi. Amma biz nə gördük? İran rəsmiləri, yəni də anti-Amerika çağırışları, Sepah gəmiləri atəş açdı və təbii ki, Ankara zirvəsində Donald Trump da artıq memorandumun bitdiyini elan etdi. Mən hesab edirəm ki, burada dediyim kimi İranda vahid mərkəzsi bu istiqamətdə vahid mövqe olmadığı üçün və hakimiyyətdə müəyyən qruplar öz ambisiyalarını həyata keçirmək üçün indiki dərin böhrana gətirib çıxartdılar prosesi. Artıq Amerika İranın bir çox strateji obyektlərinə zərbələr endirir və təbii ki, bu zərbələr endirilsə də diplomatik danışıqlar kanalı var Pakistan vasitəsilə. Hətta Türkiyə prezidenti cənab Ərdoğan da bu istiqamətdə vasitəçilik edəcəyini vurğuladı. Amma İran müharibəni davam etdirəcəksə, artıq Türkiyə də bu məsələdə neytral qalacaq və Amerika demək olar ki, İranı, necə deyərlər, tamamilə dövlət strukturunu zəiflədəcək və yenidən Sepah generallarını aradan götürəcək bir əməliyyatlara start verəcək. NATO-dan danışırıq artıq. Bu, sizin də qeyd etdiyiniz kimi, artıq özlərinin də bu prosesə qoşulmasını istisna eləmədilər. İran təkdir. Bəli, təbii ki, İrana nə Çin, nə də Rusiya
kömək edir. Çünki Rusiya bir tərəfdən Ukrayna müharibəsi ilə bağlı orada dərin böhrana yuvarlanıb. Çin İrana müəyyən lojistik dəstək göstərsə də, müəyyən havada müdafiə sistemləri verilsə də, təbii ki, Amerika Birləşmiş Ştatları bunun qarşısını alacaq və düşünürəm ki, İran generallarının ambisiyaları və İranın təslim olmama. Təslim deyəndə bilirsiniz, Amerika Birləşmiş Ştatları İrandan tam təslimiyyət istəmədi ki, tərəfdaş kimi ondan oturdu. Yəni göründüyü kimi İran rejimi, İranda olan müəyyən qüvvələr özlərini, öz ballistik raketlərini görüb özlərini güclü hesab edirlər. Çox maraqlı bir gedişatdır. Bilmirəm, onlar ya 19-cu, 20-ci əsr eyforiyasında yaşayırlar, reallıqları bunlar qəbul edə bilmirlər. Bəli, prezident siyasətçidir, Məsud Pezeşkiyan, orada mülki administrasiya, çox diplomatik münasibətlərə önəm verdi. Proses yaxşı gedirdi. Bütün bu prosesləri pozan İrandakı İslam İnqilab Şeyhləri Korpusunda sərxərt tərəfdarları oldu. Nə baş verdi, niyə bunu edirlər? Hakimiyyətdə qalmaq və İranın yaxın şərqdə yenidən öz geosiyasi mövqeyini gücləndirmək istiqamətində bu qədər qırğınla, dünyanın super dövləti ilə qarşı durmaya getmək axı İranı məhv edəcək. 90 milyon İran xalqı ayağa qalxa bilər. Hər gün iqtisadi, sosial vəziyyət İranda gərginləşir. İndi orada neft, kimya və digər həyatı önəm kəsb edən zavodlar sıradan çıxarandan sonra Sepah hakimiyyətinin də Əhməd Vahididir, Sepah komandanın əsas söz sahibidir. Onlar xalqı nə ilə dolandıracaqlar və bir müddətdən sonra PKK-nın Pejak qolu, İran qolu Pejak, onlar hücuma başlaya bilirlər Urmiya istiqamətində. Həmçinin İranın Bəlucistan əyalətindən yenidən bəluclar silaha sarılıb hücuma keçə bilirlər. Əhvazda ərəblər yenidən silahlanıb hücuma edə bilirlər. Yəqin o sizdəki suallar orada da var, amma onlar da nə alternativ görürlər görəsən? Bilirsiniz, bəli, onlar da bunu çox gözəl bilirlər. Amma mən düşünürəm ki, bütün bu proseslərin biaskarları sadəcə olaraq hərbiçilərdir, İslam İnqilab Şeyhləri Korpusudur. Bilirsiniz, onların psixologiyası, dövlətə yanaşması, vahidəsi, ancaq onlar döyüşmək bir ideologiyadır, şəhid olmaq, axıra kimi də getmək. Amma bu da axı İranı çətin vəziyyətə, İran xalqını uçuruma aparır. Bilirsiniz, İran Azərbaycanla qonşu ölkədir. Orada bizim 40 milyona yaxın soydaşlarımız var. Onların çətin vəziyyətə düşməsinə orada bir böhran vəziyyəti yaranması təbii ki, coğrafiya üçün yaxşı deyil işte. Həm coğrafiya üçün, həm də bizim üçün yaxşı deyil. Biz göz yuma bilmərik, seyirci qala bilmərik ki, Güney Azərbaycanda, Təbrizdə, Urmiyada, Xoyda, Mərəddə, Həmədanda bizim soydaşlarımız əziyyət çəksinlər bu müharibədə. Və NATO-nun dolayısıyla bu münaqişəyə qoşulması İranın bir mənalı şəkildə məhvi deməkdir, yoxsa sadəcə rejim dəyişikliyi? Bilirsiniz, müharibə ilə rejim dəyişməyəcək. Öldürüləcəklər, amma ikinci, üçüncü şəxslər yenidən hakimiyyətə gələcək. Onlarla artıq onlar da başa düşəcək ki, vəziyyətlə barışmaq lazımdır, reallıqla barışmaq lazımdır və istafeti yenidən prezident və onun komandasına vermək lazımdır ki, dünya ilə, qərblə anlaşmalar əldə olunsun. Yəni, proses bundan ibarətdir. Əziz Məhəmməd müəllim, mən sizə təşəkkür edirəm. Mən təşəkkür edirəm. Çox sağ olun ki, bugün bizdən idiniz. Əziz tamaşaçılar, politoloq Məhəmməd Əsədullazadə bizdən idi. Biz bir daha qonağımıza təşəkkür edirik və